Videomu izləyən hər kəsi salamlayıram. Bu videoda paxlavanın üzəri üçün qoz ləpələri necə ağardılırsa onu göstərəcəyim. Bir qaba qoz ləpələrini alırıq və üzərinə çıxana qədər qaynar su əlavə edirik. Qaynar su əlavə edərkən görürsünüz də əziz izləyicilər, suyun rəngi necə də dəyişir, tündləşir. Daha sonra suyu soyumağa qoyuruq. İlıq hala düşəndən sonra yuyub qabığını soyuruq. Mən videomda göstərməyə çalışdım ki, qabığı necə də rahatlıqla soyulur. Mən soymadım, elə də qoydum. Elə qoymağıma baxmayaraq rəngi yaxşı oldu. Sobada çox qızarmadı. Siz də istəsəz belə qoya bilərsiniz və yaxud qabığını soya bilərsiniz. Qabığı da soyanda lap ağ qalır. Bu qədər bişdikdən sonra da sizə videoda göstərdim ki, rəngi necə olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Hamınızın süfrəsi ruzili bərəkətli olsun.